Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində yolun 147-ci kilometrində baş verən torpaq sürüşməsi yolun çiyin hissəsinin dağılmasına səbəb olub. Ərazidə iri çatlar yaranıb. Qeyd edək ki, bir neçə gün öncə də burada sürüşmələr qeydə alınmışdı. Bərpa işləri aparılsa da təkrar yağan yağıntılar yolun sürüşməsinə səbəb olub. Ağsudan gəlirdi. Ağsu dolayları çox həqiqətən bərbad vəziyyətdədir. Yolda çatlar yüksək səviyyədədir. Sürüşmələr çox aktivdir. Tez-tez sürüşür. Biz bu yolu ayda bir 3 dəfə də olsa gedib gəlirik. Çox həqiqətən də belə çətindir. Ən çox dağ istiqamətindən yol sürüşmə, yolda qısalmalar, yolda qırılmalar daha da çoxdur. Sel sularına, yağışdan əmələ gələn sürüşmə daha da aktivləşib. Sağ çin, sol çində burada sürüşmələr baş alıb gedir. Çökmələr də var, gediş-gəlişimizə olduqca böyük çətinliklər yaradır. 16 aprel 2025-ci il tarixdə yağıntının miqdarı orta illik yağıntının miqdarından çox olduğu üçün Respublikanın bir sıra bölgələrində müəyyən fəsadlar yaranmışdır. Həmçinin agentliyin xidmət göstərdiyi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometr hissəsinin sağ gediş istiqamətində yolda sürüşmə baş vermişdir. Orada 2 dəfə işlər görüldü. Hal-hazırda işlərin dayanmasının səbəbi orada layihə axtarış işlərinin başlanılmasıdır. Hal-hazırda orada təhlükəli bir situasiya yoxdur. Çünki təhlükəsizlik təmin olunub, beton sədlər düzülüb. Yaxın vaxtlarda layihə axtarış işləri bitəndən sonra dərhal orada asfaltlama işləri başlanacaqdır. Orada hər gün müşahidələr aparılır və təhlükəsizliyin təmin olunması məqsədilə hər gün tədbirlər görülür.